O gün bir söz oxudum. Deyir, Allah səni üzənlərin qarşısında səni elə toparlayacaq ki, elə yüksəldəcək ki, özün belə təəccüblənəcəksən. Bəzən çox güvəndiyimiz, çox sevdiyimiz, heç yəni oradan zərbə heç gəlməyəcək dediyimiz insanlardan elə bir zərbə alırsan ki, bu tek şiddət deyil, fiziksel değil, duygusal, ruhsal. Sənin toparlanman, özünü yenidən dirçəltmən çox çətin olur. Bu nəyə oxşayır bilirsiniz? Bu tek xarici görünüşdə bəlli olmur. Bəzi insanlar xarici görünüşdə çox böyle gülən, oynayan, danışan görünür, sakin, yəni normal həyatı devam edir görünür, amma içində paramparçadır. Bunu nəyə oxşadıram? Termos sərt bir yerə dəyəndə içi paramparça olur, amma çöldən baxırsan ki, sağlamdır. İçini açdığında görürsən ki, ay Allah, bunun içi paramparçadır və bundan sonra isti su saxlamayacaq. Bəzilərimizin aldığı zərbələr belə görünür. Çöldən normal həyat davam edir, amma içimizdə hətta elə olur ki, boğulursan, amma heç kimsəyə anlata bilmirsən. Və bu anda gözlərinizi yumun, dərindən nəfəs alın. Allah'ın sizin yanınızda olduğunu hiss edeceksiniz. Onu görmeyeceksiniz ama qəribə bir histir. Görürsünüz ki, o sizin yanınızdadır. Hiss edeceksiniz ve o zaman o kadar qəribə bir rahatlama gəlir. Ruh elə bir ki, belə bir sərin su sərpilir o içinizdeki alova. Unutmayın, nəfəs aldığınız sürəcə şans vardır. Və həyatınıza davam eləməyə çalışın. Hiçbir şey üçün gec deyil. Görəcəksiniz ki, Allah sizi üzənlərin qarşısında elə yüksəldir ki, onlar artıq sizə o günəşə baxırsan, ulduza baxırsan, həsrətlə baxırsan bəzən, hər zaman görürsən, amma əlin çatmır. Elə bir vəziyyətə gətirəcək. Hiçbir şey, nə yaxşılıq, nə də pislik bu həyatda qarşılıqsız qalmaz, unutmayın. Ruhunuzla yaşayın, sevin, sevinin, gülümsəyin. Sevirəm sizi.